Salam əziz şagirdlər, mən Samir Balıçı. Bugün sizə English Grammar and Vocabulary kitabından Unit 32 şərt budaq cümləsini izah edəcəm. Əziz şagirdlər, şərt budaq cümləsi əsasən 0, 1, 2 və 3-cü şərt budaq cümləsindən ibarətdir. Mən 0 şərt budaq cümləsini sizə ayrıca sonda izah edəcəm. Biz əsasən topluda bizim qarşımıza çıxır. Birinci, ikinci və üçüncü şərt budaq cümləsi, xüsusilə də şərt budaq cümləsinə aid ayrıca bir bölmə var. Bu testləri yaza bilməyimiz üçün buna diqqət etməliyik. Diqqətli olaq əziz şagirdlər. Öncəliklə Azərbaycan dilində başa düşək. Birinci şərt budaq cümləsi nədir? 2 nədir? 3 nədir? Baxın, cümləmin quruluşuna fikir verin. Əgər nəsə olsa, mən nəsə edəcəm. Acaq əcəkdən istifadə olundu. Yəni, misal üçün, əgər sən mənə zəng etsən, mən atama şikayət edəcəm. Bax, nəsə olsa, nəsə edəcəm. Əgər sabah qar yağsa, biz parka gedəcəyik. Qar topu oynamaq üçün. Nəsə olsa, nəsə edəcəyik. Baxın, nəsə olsa, nəsə edəcəm deyirsinizsə, bu birinci şərt budaq cümləsidir. Bəs ikinci ilə üçüncü nədir? İkinci və üçüncü şərt budaq cümləsinin Azərbaycan dilinə tərcüməsi qarşılığı demək olar ki, eynidir tərcüməsi. Amma bunların arasında fərq nədir? İndi mən sizə deyəcəm. Misal üçün, deyirəm ki, əgər pulum olsaydı, özümə yeni maşın alardım. Baxın, əgər bu nəsə olsaydı, nəsə edərdim dediyiniz cümlədə söhbət keçmişdən getmir, indidən və ya gələcəkdən gedirsə, o zaman buna deyirlər ikinci şərt budaq cümləsi. Misal üçün, anan sənə deyir ki, niyə yemək yemirsən? Deyirsən ki, mən indi ac deyiləm. Əgər ac olsaydım, mən bu yeməyi yeyərdim. Nə vaxt? İndi. Baxın, keçmişdən danışmırıq, indidən danışırıq. Və yaxud deyirsən ki, sabah Tomun ad günüdür. Əgər Tom məni dəvət etsəydi, sabah ad günə mən də gedərdim. Bax, bu sizin arzunuzdur. Nəsə olsaydı, nəsə edərdim. Amma keçmişdən danışmırıq. İndidən və gələcəkdən danışırıqsa, buna deyirlər ikinci şərt budaq cümləsi. Bəs üçüncü şərt budaq cümləsi nədir? Üçüncü şərt budaq cümləsində də deyirsiniz, əgər nəsə olsaydı, nəsə edərdim. Amma söhbət indidən və gələcəkdən getmir. Keçmişdən gedir. Deyirəm, dünən niyə imtahandan keçə bilmədin? Deyirsən, əgər sən mənə kömək etsəydin, mən imtahandan keçərdim. Nə vaxt? Dünən. Və bu artıq mənim arzum deyil. İndiki zamandan danışmırıq. Biz keçmişdən danışırıq. Deyirəm, dünən niyə o ayaqqabını almadın? Deyirsən, çünki mənim pulum yox idi. Əgər mənim pulum olsaydı, yəni dünən, mən o ayaqqabını alardım. Baxın, nəsə olsaydı, nəsə edərdim. Keçmişdən danışılırsa, bu üçüncü şərt budaq cümləsidir. Nəsə olsaydı, nəsə edərdim. Amma bu gələcəyə dair sizin arzunuzdursa, indiki və gələcəkdən danışırsınızsa, bu ikinci şərt budaq cümləsidir. İndi tutaq ki, siz cümlə qurmaq istəyirsiniz. Deyirsən ki, əgər Tom məni ad gününə dəvət etsə, mən partiyaya gələcəm. Baxın, acaq əcək. Bax, bu birinci şərt budaq cümləsidir. Budaq cümləni yazırıq present simple-da. Diqqət edin, present simple-da yazmışam. If Tom invites, mən partiyaya gələcəm. Baxın, will go və yaxud gedəcəm. Partiyaya gedərsənmi? Deyir, əgər Tom dəvət etsə məni, mən partiyaya gedəcəm. Bu birinci şərt budaq cümləsidir. Nəsə olsa, nəsə edəcəm. İndi ikinciyə baxın, əziz şagirdlər. İkinci şərt budaq cümləsi demişdik nədir? Əgər nəsə olsaydı, mən nəsə edərdim. Amma keçmiş zamanda yox. İndiki zamanda və ya gələcəyə dair arzumu bildirirəm. Deyirəm, toya sən sabah partiyaya gedəcəksən, deyirsən ki, yəni Tom məni dəvət eləmir. Əgər Tom məni dəvət eləsəydi, mən də gedərdim partiyaya. Arzuluyursan, istəyirsən ki, Tom sənə də desin ki, sən də gəl. Əgər Tom dəvət etsəydi, mən də gedərdim sabahki partiyaya, gələcəkdən danışıram. Bax, bu zaman budaq cümlə bir zaman keçmişə qayıdır, olur past simple. Baş cümlə isə will əvəzinə keçmişə nəzərən gələcək olan would deyilir. Diqqət edin, ikinci şərt budaq cümləsində would-un yanına feili götürüb went yazmayın. Baxın, sizi çaşdıra bilərlər. Would deyirsiniz, yanında feilin kökünü yazırsınız yenə. I would go. Nə olur? Mən gedərdim partiyə,
Əgər Tom dəvət etsəydi məni. Əziz şagirdlər, baxmayın ki, burada past simple yazılıb. Bilin ki, ikinci şərt budaq cümləsinin düsturudur bu. Burada söhbət keçmişdən getmir. İndidən və yaxud gələcəkdən gedir. Bəs üçüncü şərt budaq cümləsi demişdik nəyi bildirir? Keçmişə dair. Yəni nəsə olsaydı, nəsə edərdim, amma heyf ki olmadı. Dünən niyə gəlmədin partiyə? Deyirsən ki, Tom məni dəvət eləmədi. Əgər Tom məni dəvət etmiş olsaydı, mən dünən partiyə gedərdim. Amma Tom dəvət eləmədi, ona görə getmədim. Bax, deyirik, if Tom had invited me, əgər Tom məni dəvət eləsəydi, etmiş olsaydı dünən, I would, baxın burada past perfect qoydum, bir zaman keçmişə qaytardım. Present simple ikinci şərtdə past simple oldu. Üçüncü şərt budaq cümləsində isə past perfect oldu. If Tom had invited me, mən partiyə gedərdim. Will go-nu ikincidə would go demişəm. Üçüncüdə would go demək olmur. Nə deyirik? Would have gone. Baxın, has demirəm, ha, diqqət edin. Had də demirəm. Nə deyirəm? I would have gone to the party. 2 ilə 3-ün ikisinin də Azərbaycan dilinə tərcüməsi eynidir. Amma biz bilirik ki, ikinci ilə deyibsə, biz bilirik ki, söhbət indidən və gələcəkdən gedir. Üçüncü düsturla deyilibsə, bilirik ki, söhbət keçmişdən gedir. I would go to the party if Tom invited me. Mən partiyə gedərdim əgər Tom məni dəvət etsəydi, yəni söhbət gələcəkdən gedir. Arzumu bildirirəm. Üçüncüdə deyir ki, I would have gone to the party if Tom had invited me. Əgər dünən Tom yəni məni dəvət etsəydi partiyə, mən də partiyə gedərdim, amma məni dəvət etmədi. Bəs bunlar bizim qarşımıza necə çıxır? Baxın, əziz şagirdlər, bir tərəfi verir, digər tərəfi sən seçməlisən. Budaq cümləni öncə tapırsan, baxırsan ki, budaq cümləni mən nə yaza bilərəm? Present simple, past simple, past perfect. Baxın, present simple bir zaman qaytarıram. Past simple, bir də past perfect. Baş cümləni will go, would go, bir də would have gone. Öncə bu sxemi əzbərləyirsiniz. Bunların birini verir, digərini sizdən istəyir. Sən görürsən ki, burada past simple verib. Deməli, bu ikincidir. Cümləsini would go ilə axtarırsan. Və yaxud görürsən, baş cümləni would have gone deyib, bilməlisən ki, bu üçüncünün baş cümləsidir. Budaqda past perfect axtarırsan. Gəlin nümunə testə bir dənə baxaq. Baxın, topluda hətta birinci testə diqqət eləsəniz, baxın, birinci test, daha doğrusu ikinci test, şərt budaq cümləsində problem var sualda. Mən indi onu deyəcəm, nədir problem? Baxın, indi biz testi həll etməyə çalışırıq. Bağlayıcımız hansıdır? If. Baxın, bağlayıcımız öndə gəlib. Birinci cümləmiz budaq cümlədir. Budaq cümləmiz ola bilər present simple, past simple. Baxın, əziz şagirdlər, bağlayıcı öndə gəlib, sizi çaşdırmasın. Baxın, bir də göstərəm. Bax, burada if-in sağı var. Budaq cümlə budur. İndi burada bağlayıcı öndə gəlib deyə, if öndə gəlib deyə, bizim birinci cümləmiz budaqdır. Olacaq present simple, baxın, B variantı, past simple ola bilər, B variantı, bir də past perfect ola bilər, Y bəndi. Ona görə seni və anı çıxıram. Baxın, bunları çıxdım. İndi müəllim, biz bunların hansını yazaq? Biz baxaq görə bizim baş cümləmizi hansı zamanda verir? Will stay. Bəs bu neçənci şərt budaq cümləsinin baş cümləsi idi? Birincinin. Baxaq bura. Baxın, will go birincinin baş cümləsidir. Deməli, onda mən budaq cümlədə nə axtaracam? Present simple. Doğru cavabına görə nə olacaq? Olacaq D variantı. İndi baxın, ikinci şərt budaq cümləsidir. Bu şərtində yazmayıb ikinci şərt deyil, doğrunu seçin. Baxın, problem nədədir? Burada bizim bağlayıcımız var, if. Birinci cümləmiz budaqdır. Sizcə bu neçənci şərt budaq cümləsi ola bilər? Burada tomorrow sözünün olması bizə ipucu verir ki, söhbət keçmişdən getmir. Yəni, üçüncü şərt budaq cümləsini burada artıq axtarma. Bu ya birinci şərt budaq cümləsidir, sabah nəsə olsa nəsə edəcəm. Həm də ikinci şərt budaq cümləsi olar. Arzulayıram, sabah nəsə olsaydı, mən nəsə edərdim mənasında. Həm də ikincidir. Mən indi bilirəm ki, birinci və ikinci şərt budaq cümləsində budaq cümlə, baxın, necə olur? Present simple. Bir də ikinci şərtdə də necə olur? Past simple. Mən indi burada budaq cümləyə, bax bu hissəyə present simple axtara bilərəm, bir də past simple. A bəndi present simple, B variantını çıxdım. C bəndi past simple, A bəndi past simple, D variantını çıxdım.
Y bəndi present simple. Present simple görən kimi mübtədəyə fikir verin. Üçün təkindədir, S götürübmü? Bəli. İndi mənim cavabım olacaq A, S, Y-dən biri. Baxıram ki, indi A variantında budaq past simple-dırsa, bu ikinci şərt budaq cümləsidir. Bunun baş cümləsi necə olmalıydı? Baxın, ikinci şərt budaq cümləsi invited-dən would olmalıydı. Baxıram ki, burada nə veriblər? Will veriblər. Deməli, A variantım yanlışdır. İndi C variantına baxıram. Budaq cümləm past simple-dadır. Deməli, ikinci şərt budaq cümləsi. Baş cümlədə də would make yazıblar. Baxın, ikinci şərt budaq cümləsinin baş cümləsi would-la olur. Deməli, C variantım doğrudur. Y variantında da budaq cümləyə present simple yazıblar. Baş cümləni də will-la yazıblar. Y də doğrudur. Bu testdə C və Y-nin hər ikisi doğrudur. Çox güman ki, cavabda Y veriblər. Ancaq cavab həm C-dir, həm Y. Niyə? Y variantı ona görə doğrudur ki, bu birinci şərt budaq cümləsidir. Əgər nəsə olsa, mən nəsə edəcəm. Deyirəm, if it snows tomorrow, əgər sabah qar yağsa, we will make a snowman. Biz qar adamı düzəldəcəyik. Yəni, mümkündür, ola bilər ki, sabah qar yağar, yaxşı düzəldəcəyik. Bir də mən arzulayıram, mən bilirəm ki, sabah qar yağacaq kimi görsənmir. Arzulayıram, deyirəm, kaş sabah qar yağaydı, sabah qar yağsaydı, biz qar adamı düzəldərdik, arzumuzu bildiririksə, bu zaman C variantı da doğru cavabdır. Gəlin, indi hər hansı başqa birini götürək. Baxın, 9-cu sual. Birinci cümləmiz yenə bağlayıcıdır, birinci cümləmiz budaqdır. Budaq cümləmiz ola bilər present simple, past simple, bir də past perfect. Budaq cümlə gələcək zamanda olmaz, çıxıram. Baxın, have, present simple, uşaqlar, burada söhbət have feilindən gedir. Feil tək başına verilibsə, deməli, bu əsas feildir. Present simple-dadır. Had feili past simple-dadır. Gələcək zamanı çıxardıram. Bir də Y bəndini seçərəm, past simple. İndi mən Y variantını seçsəm, budaq cümlədə past simple, bu ikinci şərt budaq cümləsi olur. Mənim baş cümləm would-la olmalıydı. Y variantı yanlışdır. B variantını seçirəmsə present simple, birinci şərt budaq cümləsi, baş cümləm will-lə olmalıydı. B variantı da səhvdir. Deməli, cavab C-dir. Budaq cümlə past simple, baş cümlə də would-la oldu. Cavab C variantı. Başqa bir suala baxaq. Gəlin, if-in ortada olduğu bir variant seçək. 11-ci sual, baxın. Bağlayıcım hansıdır? If. Budaq cümləm bağlayıcının sağı. Bilirəm ki, ya present simple olmalıdır, ya past simple olmalıdır, ya da past perfect. A bəndində past perfect'i saxlayıram. B variantında gələcək zaman olmaz. C bəndində past perfect'i saxlayıram. D bəndində gələcək zaman olmaz. Y bəndində present simple saxlayıram. İndi Y variantı olsa present past simple, baxın, obeyed. Bu ikinci şərt budaq cümləsidir. Mənim baş cümləm would-la olmalıdır. Amma necə? Baxın, past simple-da would go. Would bir də feilin kökü. İndi baxın bura. Obeyed keçmiş sadə zaman, past simple. Baş cümlə would, amma götürüb have V3 yazıblar yanına. Bax, bu üçüncü şərt budaq cümləsində olurdu. İkincidə olmur. Ona görə bunu çıxardıram. C variantında past perfect gəlibsə, deməli, üçüncü şərtdir. Bunun baş cümləsi necə olacaqdı? Gəlin baxaq. Baxın, had invited-dirsə, baş cümləsi would have V3 olmalıydı. Baxıram ki, burada would have yoxdur. Sevilidir. Cavab olur A variantı. Baxın, üçüncü şərtdir. Had obeyed. Görürsünüz, bu had obeyed. Buradakı kimi, baxın, had invited-dəki kimidir. Past perfect. Əvvəli necədir? Would have V3. Baxın, would have feilin üçüncü forması, yəni V3. Oldu, you wouldn't have got into trouble. Sənin problemin olmazdı. If you had obeyed my instructions, mənim təlimatlarıma əməl etsəydin. Keçmişdən söhbət gedir. Əziz şagirdlər, nəzərə alın ki, ikinci və üçüncü şərt budaq cümləsi, bu gördüyünüz would-lar ki var, bunların əvəzinə could da yaza bilər, might da yaza bilər, heç bir fərq olmur. Yəni, bunlar da işlənə bilər. Bax, burada ikinci ilə üçüncüdə would-un əvəzinə could ola bilər. Misal üçün, baxın bura, bağlayıcı nədir? If. Öncə budaq cümlə ya present simple olacaq, ya past simple.
Baxıram, bir də past perfect. Baxın, bu past simple'dır, bir dənə feildir. Bax, uşaqlar, birinci bənddə hədi, üçüncü bənddə hədindən səhv salmayın. Bu birinci bənddə gördüyünüz sahib olmaq feilinin və yaxud yemək, içmək, etmək mənası daşıyan hərf feilinin past simple formasıdır. Olur ikinci şərt budaq cümləsi. Baxın. Budaq cümlə gələcəkdə olmaz zaten. İkinci bənd çıxır, dördüncü bənddə çıxır. Bunlar getdi. İndi bir dənə fikir verin. Bax, bu birinci gördüyünüz had past simple-da sahib olmaq feilidir. Biz necə invited demişik, o da invited deməyib də, had feilini qoyub keçmişlər. Bu üçüncü gördüyünüz had nədir? Bunun birincisi past perfect-in had-idir. Baxın, had invited'dakı had-dir. Köməkçi olan had-dir. İkinci had isə mən burada invited feili yazmışam ha. Bax, o da orada sahib olmaq feilinin üçüncü formasını yazıb. Yəni, bax, bu past perfect zamandır. Görürsünüz, bax bunu. Bu past perfectdir, yəni üçüncü şərt budaq cümlə. Bu da past simple'dır, yəni ikinci şərt budaq cümlə. İndi mən ikinci şərt budaq cümləsinin əvvəlini necə verməliydim? Baxın, would go. İndi would əvəzinə nə veriblər? Could repair yazıblar. Bir doğrudur. Üçüncüdə necə verirdim? Would have V3. Bu da would əvəzinə could verib. Could have V3 formalı feil yazıb. Ona görə cavab olur 1 və 3. Gəlin bu hədlə bağlı başqa nümunə testlər göstərim sizə. Testlər yox, daha doğrusu qayda. Baxın, indi uşaqlar, belə eləyik. Baxın, yenə birinci şərt budaq cümləsi. Mən indi sahib olmaq feilini cümlədə işlədirəm. Present simple-da sahib olmaq necə olur? Have. If I have enough money, əgər mənim kifayət qədər pulum olsa, I will buy a new car. Mən özümə təzə maşın alacağam. Bax, have feilini hansı zamanda vermişəm? Present simple-da. İndi deyirəm, əgər pulum olsaydı, arzulayıram, ikinci şərt budaq cümləsi. Yeni maşın alardım. Onda sahib olmaq feilini keçmiş sadə zamanda verirəm. Baxın, past simple. If I had enough money, I would buy a new car. Bəs üçüncü şərt budaq cümləsi, əgər keçmişdə kifayət qədər pulum olsaydı, özümə təzə maşın alardım, keçmişdən danışıram. Onda bu sahib olmaq feilini keçmiş bitmiş zamanda yazıram. Qarşısına bir dənə köməkçi feil yazıram, had. Bir də özünün üçüncü formasını yazıram, had. Birinci gördüyünüz had perfect-in had-idir. İkinci gördüyünüz had isə sahib olmaq feilinin üçüncü formasıdır. Yəni, iki dənə had-in yazılması sizi burada qorxutmasın və çaşdırmasın. Bax, bu gördüyünüz birinci had, bax, had invited-dakı had-dir, köməkçidir. İkinci gördüyünüz had isə burada invited feilinin V3-ün veriblər. Burada da sahib olmaq feilinin V3-ün veriblər. Yəni, had gördüyünüz odur. Üçüncü şərt budaq cümləsidir. Had, əvvəldə də would have V3. Gəlin, başqa feil göstərim sizə. Baxın, to be feilini. İndiki zamanda. Deyir ki, əgər mən boş olsam, if I am free, mən sənə kömək eləyəcəm. Budaq cümlə present simple-dadır. Bax, to be feili indiki zamanda yazılıb. Görürsünüz, əmizar şəklində. If I am free. İndi deyirəm ki, arzulayıram. Deyirəm, boş olsaydım sənə kömək eləyərdim. Amma heyif ki, mən indi boş deyiləm. Arzulayıram. Bax, burada if-in sağ tərəfində to be feilinin past simple-ını yazıram. Past simple-da to be feili necə olur? Was were. Müəllim, bəs niyə burada ayda was yazılmayıb? Unutmayın, ikinci şərt budaq cümləsində to be daha çox bütün şəxslərdə were kimi yazılır. Was yazsanız səhv deyil, amma daha çox were şəklində yazılır. Yəni, siz narahat olmayın ki, sizin qarşınıza was-la were çıxar, deyə bunun birini seçələ şey olur. If I were free, əgər boş olsaydım, indi və ya sabah, I would help you, sənə kömək eləyərdim. Üçüncü şərt budaq cümləsində mən to be-nin bitmiş zamanını yazacağım. Qarşısına bir dənə had yazıram. Baxın, perfect-in had-ini. Sonra to be-nin üçüncü formasını yazıram. Had been. Oldu nə? Past perfect zaman. If I had been free, keçmişdən öncə danışılır. Üçüncü şərt budaq cümləsidir. Əgər mən boş olsaydım keçmişdə, I would have helped you. Mən sənə kömək etmiş olardım, kömək edərdim. Amma heyif ki, boş olmadım və sənə kömək etmədim demək istəyir. Əziz şagirdlər, bu üç dənə şərt budaq cümləsini bilsəniz, zaten siz testi rahatlıqla yazasınız. Birinci şərt budaq cümləsi, ikinci şərt budaq cümləsi və üçüncü şərt budaq cümləsi. Bu aşağıda gördükləriniz də eyni şeydir. Sadəcə burada hər birində ayrı-ayrı feilləri. Burada sahib olmaq feilinin 3 formasını yazmışam. Bu sizi çaşdıran feillərdən biridir. Bir də olmaq to be feilinin 3 formasını yazmışam. Bax, bunu screen edib götürüb diqqətlə baxa bilərsiniz. Əziz şagirdlər, bəs bu sıfır şərt budaq cümləsi nə deməkdir? Baxın,
Bu birinci şərt budaq cümləsinə oxşuyur. Baxın əziz şagirdlər. Əgər Tom məni dəvət etsə, mən partiyaya gedəcəm. Birinci şərt budaq cümləsində budaq present simple olur. Baş cümlə will go olur. Ancaq biz burada will go əvəzinə present simple-ın özünü də yaza bilərik. Bax, bu zaman ona deyirlər sıfır şərt budaq cümləsi. Yəni, bir var deyirsən, əgər nəsə olsa, mən nəsə edəcəm. Bir də var deyirsən ki, əgər nəsə olsa, nəsə olur. Yəni, bir hadisə baş verirsə, o birisinin olmaması mümkün deyil, o birisi də olur. Misal üçün deyirəm, əgər sən suyu 100 dərəcəyə qədər isitsən, o qaynayır. Qaynamaması mümkün deyil. Bu hər zaman belə olur. İsitsən 100 dərəcəyə qədər o qaynayır. Əgər suyu 0 dərəcəyə qədər soyutsan, o donur. Baxın, hər zaman bu belə olur. İndi mən misal üçün dərslikdən sizə nümunə cümlə göstərim, baxın. Baxın, sıfır şərt budaq cümləsi. Deyirəm, if you heat ice, əgər buzu içitsən, budaq cümlə present simple-dır. Mən baş cümləni gələcək zamanda da verə bilərəm, birinci şərt budaq cümləsi. Present simple-da da verə bilərəm. Bu, hər zaman olur deyə mən bunu present simple-da vermişəm. Deyir, əgər sən buzu isitsən, o əriyəcək də deyə bilərsiniz, will melt. Hər zaman əriyir deyə it melts da deyə bilirsiniz. Əgər günəş batsa, qaranlıq düşür. İstər-istəməz, yəni bu hər zaman belə olur, yəni. If the sun goes down, əgər günəş batsa, present simple. Baş cümləni bax, baxın, bunu da present simple-da yazmışam. It gets dark, qaranlıq düşür. Bir sözlə, if-in yanında budaq cümlə present simple-dadırsa, present simple, bilin ki, birinci şərt budaq cümləsidir. Baş cümləsini will go deyə bilərsiniz, birinci şərt budaq cümləsi olar. Ya da baş cümləsini present simple-da təkrar edə bilərsiniz. O da ola bilər sıfır şərt budaq cümləsi. Əziz şagirdlər, dərsliyinizdə topluda daha doğrusu dimin testində yoxdur, amma bilmənizdə yarar var deyə mən sizə bir də bu wish məsələsini izah eləmək istəyirəm. Bu maraqlı bir qaydadır, danışıqda sizə lazım olur. Kaş ki nəsə olsaydı. Baxın, əgər indini nəzərdə tutub kaş ki nəsə olsaydı deyirsinizsə, bu deməli, əziz şagirdlər, ikinci şərt budaq cümləsidir. Baxın, İkinci şərt budaq cümləsinə fikir verin. Bizim baş cümləmiz, budaq cümləmiz necə olurdu? Baxın, deyir ki, if I have enough money. Birinci şərt budaq cümləsində present simple. İkincidə nə olurdu? Past simple. İkinci şərt budaq cümləsində biz keçmişdənmi danışırdıq? Xeyr. İndiyə və ya gələcəyə aid arzumuzu bildirirdik. Bax, wish də elədir. Fikir verin. Deyirəm, kaş ki mən onun adını biləydim. Söhbət keçmişdən getmir, ha, indidən. Deyirlər, onun adını bilirsən. Deyirəm, kaş ki onun adını biləydim, amma bilmirəm. İndidən söhbət gedirsə, kaş ki nəsə olaydı deyirsinizsə, kaş ki sabah özümə təzə maşın alaydım, kaş ki mən onun adını biləydim, kaş ki mən indi bu sualın cavabını yaza biləydim, kaş ki mən maşın sürə biləydim. Bax, indiyə və gələcəyə aid arzudursa, bu zaman kaş kidən sonra cümlə past simple-da olur. I wish I knew her name. İkinci şərt budaq cümləsinin budaq cümləsi kimidir. I wish I knew her name. Kaş mən onun adını biləydim. Ya da deyirsən, kaş indi yağış yağmayaydı. I wish it didn't rain. Past simple-ın inkarı. I wish it didn't rain so much. Kaş ki bu qədər yağış yağmayaydı, amma yağır. Amma kaş ki dünən nəsə olmayaydı. Kaş ki dünən o bizə gəlməyəydi. Kaş ki o dünən imtahandan keçəydi. Keçmişdən nəsə kaş ki olaydı deyirsinizsə, üçüncü şərt budaq cümləsindəki kimi past perfect-dən istifadə edəsiniz. I wish she had passed the exam. Kaş o imtahandan keçəydi. Keçmişdə. Amma keçməyib yəqin ki. I wish she had told me the truth. Kaş o mənə həqiqət deyəydi. Amma deməli deməyib. Bax, kaş ki nəsə olaydı deməkdir ki, yəni olmayıb. Kaş ki olaydı. Bir sözlə, I wish-in yanında past simple-da cümlə yazırsınızsa, bu indiyə və gələcəyə aid kaş ki nəsə olaydı deməkdir. İkinci şərt budaq cümləsi kimidir. Amma past perfect yazmışsınızsa, keçmişə aid kaş ki nəsə olaydı dediyiniz cümlədir. Əziz şagirdlər, bu şərt budaq cümləsi